Salam əziz izləyicilər. İndi bu gün sizlərlə Respublika Fen Olimpiadalarının şəhər mərhələsinin 10-cu sinif suallarını müzakirə edəcəyik. Deməli, eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Atropatena dövlətinin siyasi vəziyyətinə aiddir. Deməli, eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısı 100-cü ildən 51-ci ilə kimidir. Sələfiklərin parçalanması ilə müstəqilliyini elan etmişdi. Eramızdan əvvəl 190-cı ildə Maqneziya döyüşü nəticəsində elan etmişdir. Lakin bu eramızdan əvvəl 2-ci əsrin sonlarına düşür. Ona görə A variantını çıxırıq. Antoninin hücumları nəticəsində böyük dağıntılara səbəb olmuşdu. Xeyr, çünki Antoninin hücumları elə də böyük bir zərər verməmişdi. Yəni Antoni eramızdan əvvəl 36-cı ildə yürüş eləmiş, məğlub olmuşdur. Həm də ki, yəni Antoninin hücumu eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısına düşür. Ona görə B-ni çıxırıq. C-yə baxırıq. Yerli hökmdarlar Roma canişinləri ilə əvəz olunmuşdu. Xeyr, çünki Atropatena müəyyən dövrlərdə Roma Respublikasından asılı vəziyyətə düşməyinə baxmayaraq yerli canişinlər tərəfindən idarə olunmuşdur. Yəni Roma canişinləri heç vaxt Atropatenanı idarə etməmişdir. C-ni çıxırıq. Parfiya təhlükəsinə qarşı Roma ilə yaxınlaşmışdı. Xeyr, çünki Parfiya təhlükəsinə qarşı Roma ilə yaxınlaşması Fraspa döyüşündən sonra olmuşdur. Yəni eramızdan əvvəl 1-ci əsrin sonları. D-ni çıxırıq. Romanın şərqə yürüşləri nəticəsində asılı vəziyyətə düşmüşdü. Bəli, müəyyən dövrlərdə asılı vəziyyətə düşmüşlüyü olubdu. Sadəcə olaraq, yəni yerli canişinlər tərəfindən idarə olunmağa davam etmişdir. Ona görə qalır E variantı. İkinci suala baxırıq. 12-ci əsrin 1-ci yarısında Gürcü qoşunları tərəfindən ələ keçirilmiş şəhərləri müəyyən edin. Deməli, 1101-dən 1150-ci ilədək ələ keçirilən şəhərlər olmalıdır. Naxçıvanı çıxırıq. Naxçıvanı ona görə çıxırıq ki, Gürcülər nə 12-ci əsrin 1-ci yarısında, nə də 12-ci əsrin 2-ci yarısında Naxçıvanı işğal eləyə bilməyiblər. İkinci çıxırıqsa A variantı gedir, B variantı gedir, D variantı gedir. Ya qalır C variantı, ya da qalır E variantı. Qarabağı işğal eləyə bilmirlər. Çünki Gürcülər yəni Qəbələ ilə Gəncədə nəyinə gedə bilməmişdirlər. Ona görə Gürcülər Qarabağa heç vaxt girə bilməyiblər. Ona görə yəni 5-də çıxırıq. 5 çıxdığımız üçün C variantını çıxır. Şirvanı, Şamaxını ələ keçiriblər, Qəbələni ələ keçiriblər və Gəncəni ələ keçiriblər. Buna görə də qalır E variantı. Fəzl ibn Məhəmməd və Yaqub padşahın hakimiyyəti dövrü üçün oxşar xüsusiyyət. Şirvanşahlar dövləti ilə qohumluq münasibətinin qurulması, bəli. Çünki Yaqub padşah Fərrux Yasarla qohumluq əlaqəsinə malik idi və Şahdağ döyüşünün səbəbi də həmən Fərrux Yasarın öz kürəkəni Yaqub padşahdan kömək istəməyi idi. Fəzl ibn Məhəmməd Rəvvadilərlə dost, Şirvanşahlarla qohum olmuşdur. Şərqi Gürcüstana yürüşlər təşkil edilməsi, xeyr, çünki Yaqub padşah Şərqi Gürcüstana hər hansı bir yürüş təşkil eləməmişdir. Onun dövründə durğunluq dövrü idi, daha çox sakitçilik dövrü sayılırdı. B-ni çıxırıq. Ərdəbil hakimliyinə qarşı mübarizə aparılması. Ərdəbil hakimliyi 13-cü əsrdə olduğu üçün, yəni Şəddadilərə hər hansı bir dəxli yoxdur bunun. C-ni çıxırıq. Avropa dövlətləri ilə diplomatik əlaqələrin qurulması. Avropa dövlətləri ilə diplomatik əlaqələr ilk dəfə olaraq Ağqoyunlular dövlətinin
vaxtında başlamışdır. Şəddadiləri isə Avropa dövlətləri ilə heç bir əlaqə qurmamışdır. Deyəni çıxırıq. Gəncə şəhərinin müdafiəsinin gücləndirilməsi. Gəncə şəhərinin müdafiəsinin gücləndirilməsi düşür Əbləsvar Şavrun dövrünə. Heç Yaqub Padşahın dövründə də Gəncə şəhərinin müdafiəsi gücləndirilməmişdir. Çünki həmin vaxtda belə bir təhlükə yox idi, ehtiyac da yox idi buna. Ona görə E variantını çıxırıq, qalar A variantı. Baxırıq 4-cü suala. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. İrəvan xanlığı, Lənkəran xanlığı, Qarabağ və Xoy xanlıqlarından asılı vəziyyətə düşməsi, Ağa Məhəmməd xan Qacara qarşı qurulan ittifaqa qoşulması, Nadir Şahın dövründə daxili müstəqilliyə sahib olması, deməli, əsasın Əfşar tayfası tərəfindən qoyulması, Gülüstan müqaviləsi ilə Rusiyanın tərkibinə qatılması, Qarabağ və Xoy xanlıqlarından asılı vəziyyətə düşən İrəvan xanlığıdır. 1A. Ağa Məhəmməd xan Qacara qarşı qurulan ittifaqa qoşulması hər ikisi. Nadir Şahın dövründə daxili müstəqilliyə sahib olması, yəni buna sonra baxarıq. Əsasın Əfşar tayfası tərəfindən qoyulması, İrəvan xanlığı. Gülüstan müqaviləsi ilə Rusiyanın tərkibinə daxil olması, bu yəni Lənkəran xanlığına düşür. Çünki Gülüstan müqaviləsinə əsasən Lənkəran xanlığı Rusiyanın tərkibinə daxil olurdu. Lakin İrəvan xanlığı Türkmənçay müqaviləsi ilə Rusiyanın tərkibinə daxil olmuşdur. Deməli, məntiqən götürsək, A variantı, B variantı, C variantı və E variantı gedir, qalar D variantı. Nadir xanın 1734-cü ildə Şamaxıya hücum etməkdə məqsədi Osmanlının himayəsi altında olan hakimiyyəyə son qoymaq. Bəli, bu düzdür. Çünki Hacı Davudun üsyanı nəticəsində qurulmuş Şirvan xanlığına son qoymağa çalışırdı. Həmən vaxtda Hacı Davud hakimiyyətdə deyildi, hakimiyyətdə Surxay xan var idi və o yarım müstəqil Şirvan xanlığını məhv etmək qərarına gəlmişdi. Şah Sultan Hüseynə gəldikdə isə Şah Sultan Hüseyn 1722-ci ildə devrilmişdir. Bəyəni çıxırıq. Rus qoşunlarını Xəzər sahili vilayətdən qovmaq, Şamaxı Rusiyanın tərkibində deyildi və Şamaxı həmçinin Xəzəryanın vilayətlərdən biri olmamışdır heç vaxtı. C-ni çıxırıq. Peterburq müqaviləsinin şərtlərini bərpa etmək. Peterburq müqaviləsi Rusiyanın xeyrinə idi, yəni bizim xeyrimizə deyildi. Yəni öz əleyhimizə olan müqaviləni bərpa etmək kimi bir məqsədi yox idi. D-ni çıxırıq. Rus qoşunlarını Şamaxıdan çıxartmaq. Bax dediyimiz kimi, Rus qoşunları Şamaxıda deyildi. Şamaxıda olanlar Osmanlı ordusu idi və Osmanlı ordusunun müttəfiqi olan Qazqomuxlu Surxay xan idi. N çıxırıq, qalır A variantı. Erməni işğalından azad olunan ərazilərdə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Güləbird su elektrik stansiyası. Bakı şəhər dumasına aid xüsusiyyətləri müəyyən edin. 1878-ci il şəhər islahatına əsasən yaradılmışdı. Bəli, bu düzdür. 20-ci əsrin əvvəllərində rəhbərlərindən biri Fətəlxan Xoyski idi. Bu da düzdür. Fəaliyyətinə Bakı Soveti tərəfindən son qoyulmuşdu. Bu da düzdür. Çünki Bakı Sovetinin rəqibi idi və rəqibi olduğu üçün Bakı Soveti də hakimiyyəti ələ alan kimi Dumanı ləğv eləmişdir. Dumanın tərkibi Qafqaz canişini tərəfindən təsdiq edilirdi. Xeyr, təsdiq edən qubernator idi. Üzvlər yalnız qeyri-xristianlardan təşkil olmalı idi. Xeyr, bu səhvdir. Çünki Qafqaz, yəni Bakı şəhər dumasının tərkibinin yarısına qədəri müsəlmanlardan olmalı idi. Yəni müsəlmanların sayı Bakı şəhər dumasında xristianların sayını keçməməli idi.
Ona görə 5-də çıxırıq. Qalır D variantı. Kollektivləşdirmə siyasətinin Azərbaycan SSR-də lənkə həyata keçirilməsinin səbəblərindən deyil. Kollektiv təsərrüfatçılıq Azərbaycan kəndlilərinə yad idi. Bəli, bu düzdür. Çünki kollektiv təsərrüfatçılıq Azərbaycan kəndlilərinə yad olmuşdur. Getdi. Yəni biz aid olmayanı götürəcəyimizə görə, yəni bunu saymırıq. Çünki bu düz cavabdır. Kollektivləşdirmə tədbirləri yalnız dövlət kəndlilərinin təsərrüfatına şamil edilirdi. Xeyr, çünki bu səhvdir. Ona görə səhvdir ki, Sovet vaxtında sahibkar dövlət kəndlisi deyə bir bölünmə yoxdur. Ancaq kəndli deyə bir ad var idi. Yəni Sovet hökuməti sahibkarları məhv elədiyi üçün, onlar bir sinif kimi sıradan çıxardığı üçün artıq sahibkar kəndlisi deyə bir şey qalmamışdır. B düzdür. Kəndlilər torpağının və iş heyvanlarının ümumiləşdirilməsi ilə razılaşmaq istəmirdi. Bu səhv, yəni bu da düzdür. Bu doğru cavab olduğu üçün C-ni çıxırıq. Zorakılıq və özbaşınalıq şəraitində həyata keçirilirdi. Bəli, zorakılıq və özbaşınalıq şəraitində həyata keçirilmişdir. Dinə və milli adət-ənənələrlə aparılan mübarizə ilə eyni vaxtda həyata keçirilirdi. Bəli, çünki həmin vaxtı Sovet hökumətinin ən sərt və ən qəddar vaxtlarından biri idi. N çıxırıq. Qalır B variantı. Hadisə nəticə əlaqəsini müəyyən edin. Kursk döyüşünün baş verməsi, Sovet-Alman cəbhəsində əsaslı dönüşün başlanması. Xeyr, çünki əsaslı dönüş Stalingraddan başlamışdır. Kurskla başa çatmışdır. A getdi. Alman ordusunun Moskva ətrafında məğlub olması, Sovet ordusunun qış müharibəsində qələbə qazanması. Xeyr, bu səhvdir. Çünki Sovet ordusu qış müharibəsini Almaniya ilə deyil, Finlandiya ilə aparmışdır. B getdi. Əl-Alamein döyüşündə Yaponiyanın qələbə qazanması, ABŞ-nin 2-ci Dünya müharibəsinə qoşulması. Xeyr, bu səhvdir. Çünki Əl-Alamein döyüşündə qələbə qazanan İngiltərə olmuşdur. Yəni İngilis ABŞ orduları idi. Məğlub olan isə Alman, İtalyan orduları idi. Yaponiya isə Sakit Okean tərəflərdə idi. Yəni uzaq şərqdə yerləşirdi. Yəni Yaponiya kimi Asiya dövlətinin Afrikada olması qeyri-mümkündür. Məntiqlə düşünsək. ABŞ-nin 2-ci Dünya müharibəsinə qoşulması isə Yaponiyanın Pearl Harbor'dakı ABŞ hərbi bazasına etdiyi hücuma görə idi. C-ni çıxırıq. Midway döyüşündə Yaponların məğlub olması, Yaponiyanın Sakit Okeanda hücum əməliyyatlarına başlaya bilməməsi. Bəli, bu düzdür. Çünki Midway döyüşü nəticəsində Yaponlar məğlub olmuşdu və nəticədə Yaponiya hücumu dayandırıb müdafiəyə çəkilmişdi. Yəni artıq bundan sonra ABŞ hücum edəcəkdi. Stalingrad döyüşünün baş verməsi, Almanların Şərqi Avropadan qovulması. Xeyr, çünki əsaslı dönüş başlanmışdır. Yəni Stalingrad döyüşünün baş verməsi Almaniyanın Şərq Avropadan qovulması demək deyildi. Çünki Şərq Avropadan hələ çox sonralar qovulacaqdı. Yəni 1943-1944-cü illərdə Şərq Avropanı itirəcəkdi. Ona görə də E variantı da gedir. Qalır D variantı. Sasanilər dövləti və Uyğur xaqanlığı üçün oxşar cəhət müəyyən edin. Axund dövlətinə qarşı Göytürklərlə ittifaq qurulması, bu sadəcə Sasanilərə aiddir. A-nı çıxırıq. Ərəb xilafətinin hücumları nəticəsində süquta uğramaları. Xeyr, Uyğur xaqanlığı qırğızların üsyanı nəticəsində süquta uğramışdır. Klassik feodalizm dövründə meydana gəlmələri. Xeyr, erkən feodalizm dövründə meydana gəlmişdir və bu heç birinə aid deyildir. Ərazilərində mani təliminin yayılması. Bəli, bu düzdür. Hətta Uyğur xaqanlığı elə olmuşdur ki, maniliyi qəbul etmişdir və rəsmi dövlət dinliyi elan etmişdir. D-ni götürürük. 7-ci əsrdə süquta uğramaları. Xeyr, Sasani dövləti 651-də süquta uğramışdır. Uyğur xaqanlığı isə 842 və yaxud 843-cü illərdə süquta uğramışdır.
Ona görə də qalır N-də çıxırıq, qalır D variantı. 7-ci əsrdə Bizansın Sasanilərlə apardığı müharibədə qələbə qazanmasına təsir göstərdi. Türklərin hərbi gücündən istifadə olunması, bəli bu düzdür. Çünki Qərbi Göytürk xaqanlığı Bizansa dəstək olmuşdur. Hətta Xəzərlər də Bizansa dəstək olmuşdur. Məzdəkilər hərəkatı nəticəsində Sasani dövlətinin zəifləməsi xeyr, Məzdəkilər hərəkatı 5-ci, 6-cı əsrlərdə olmuşdur. Həmən vaxtı isə, yəni Məzdəkilər hərəkatı artıq 100 ildir ki, başa çatmışdı. Bəyəni çıxırıq. Justinianın islahatları nəticəsində Bizans ordusunun güclənməsi. Xeyr, Justinian 6-cı əsrdə hakimiyyətdə olmuşdur. Ona görə C-ni çıxırıq. Sasanilərin həm də ərəblərlə müharibə aparması. Xeyr, 629-cu ildə Sasanilərlə Bizans arasında müharibə başa çatmışdır. Ərəblərlə müharibə Xəlifə Ömərin vaxtında başlamışdır. Yəni ki, 633-cü ildən etibarən, yəni ərəblərlə Sasanilər müharibəyə başlamışdır. 636-da da Kadisiyə döyüşü oldu, Sasanilər məğlub edildi. D-ni çıxırıq. Sasani şahı Firuzun Bizansla müharibədə öldürülməsi. Xeyr, bu başdan ayağa səhvdir. Çünki Firuz 484-cü ildə öldürülmüşdür və Firuz Bizansla deyil, Axunlarla müharibədə öldürülmüşdür. N-də çıxırıq, qara variantı. Xronoloji ardıcıllığı müəyyən edin. Fransada konstitusiyalı monarxiya dövrünün başlanması 1789. Stuartlar sülaləsinin hakimiyyətinin bərpa olunması, restavrasiya 1660-da olmuşdur. Yorktown döyüşündə ABŞ qoşunlarının qələbə qazanması 1781. Prut döyüşündə Rusların məğlubiyyəti 1711. Deməli, cavabımız 2, 4, 3 və 1-dir. Qalır C variantı. Baxırıq 13-cü suala. Benjamin Franklin, Leibniz və Leeuwenhoek elektrik sahəsinə dair bir çox tədqiqatların müəllifi idi. Franklin. 1A. Isaac Newtonla birlikdə ali riyaziyyatın əsasını qoymuşdu. Leibniz cismi 150-300 dəfə böyüdənliyin ixtira etmişdi. Bu da Leeuwenhoek'a aiddir. Deməli 1A, 2B, 3C qara variantı. Baxırıq 14-cü suala. 20-ci əsrin əvvəllərində respublika idarəçiliyi qurulduğu dövlətlər müəyyən edin. İngiltərəni çıxırıq, çünki İngiltərə əsrlərdir ki, krallıq idarəçiliyində idarə edilmişdir. Onda, əgər İngiltərəni çıxırıqsa, A variantı ilə D variantını çıxırıq. İtaliyanı ona görə çıxırıq ki, İtaliya respublika olmamışdır. 20-ci əsrin əvvəllərində respublika idarəçiliyi İtaliyada elan edilməmişdir. Krallığı idi, ardınca da krallıqdan imperiyaya, faşist diktaturasına keçid eləmişdir. Almaniyaya gəldikdə isə 1918-də, Weimar Respublikası elan etmişdir. Ona görə də 4 qalır. 4 qalırsa, deməli C-də çıxırıq, ya qalır B variantı, ya da qalır E variantı. İndi N-də çıxdığımız üçün, Fransanı çıxdığımız üçün qalır B variantı. Çünki Rusiya 1917-ci il inqilabı nəticəsində respublika elan edilmişdir. Almaniyada 1918-ci ilki üsyan nəticəsində respublika elan edilmişdir. Fransa ilə İtaliyanın respublika elan edilməsi 20-ci əsrin 40-cı illərinə, 40-cı illərinə düşür, bəli. Fransa 1946-da
İtaliya isə 1946-da respublika elan edilmişdir. Yəni İtaliya ilə Fransa demək olar ki, 20-ci əsrin ikinci yarısında respublika elan ediliblər. Ona görə də qalır B variantı. Mətni oxuyun və kimə aid olduğunu müəyyən edin. Əvvəlki videolarda da bildirdiyimiz kimi bu sualın cavabı övrəng zəbdir. Çünki görkəmli şəxsiyyət olmağına baxmayaraq daha çox şəxsi şücaət, qətiyyət və əməksevərliklə seçilirdi. Təsvir incəsənətə elə də dəyər verməyib, poeziyanı da sevməyib, oxumaq vaxt itkisi hesab edibdir. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, Şah Süleyman və Şah Sultan Hüseyin bir də oxşar cəhətlər. Rusiya ilə ticarət müqaviləsini hər ikisi imzalayıb. 3A sayılırsa, onda A variantı gedir, C variantı gedir, D variantı gedir. Müqəddəs birlik tərəfindən gələn ittifaq təklifini rədd edib Şah Süleyman. Rusiya və Osmanlının Azərbaycan torpaqlarını işğal etməsi 2-ci Təhmasibin vaxtına düşür. Əhalinin siyahıya alınması tədbirinin həyata keçirilməsi Şah Sultan Hüseynin vaxtına düşür. Əfqan üsyançıları tərəfindən hakimiyyətdən devrilən Şah Hüseyndir. Ona görə E variantını çıxırıq, qalır B variantı. 17-ci suala baxırıq. 19-cu əsrin 30-cu illərində Azərbaycanda Rusiyaya qarşı xalq üsyanlarının əsas səbəbi yerli əhalinin orduya çağırılmaması, elə bir şey yoxdur. Mədəni ayrı seçkilik və qəza məktəblərinin təşkili, qəza məktəblərinin buna bir dəxli yoxdur. İqtisadi istismar və ağır vergilər, bəli, bu düzdür. Çünki çar məmurları o qədər qanunsuzluqlar eləyiblər ki, yəni bizim əhalimiz bu səbəbdən dayanmadan üsyanlar eləyirdilər. C qalır. Torpaq islahatının həyata keçirilməsi. Torpaq islahatı 19-cu əsrin 40-cı illərində həyata keçirilmişdir. Bir də 70-ci illərində həyata keçirilmişdir. 30-cu illərin üsyanlarına bunun bir dəxli yoxdur. Canşinlik sistemi yaradılıb 1844-cü ildə, 1883-cü ildə ləğv edilmişdir və 1905-ci ildə bir də bərpa edilmişdir. Həmən vaxt canşinlik sistemi yox idi. Qafqazın baş hakimliyi var idi. Ona görə E variantını çıxırıq, qalır C variantı. ABŞ-nin 19-cu yüzilliyin birinci yarısında Avropa müharibələrindən kənarda qalmasının birbaşa nəticəsi iqtisadi siyasi inkişaf üçün əlverişli şəraitin yaranması, bəli, bu düzdür. ABŞ sənayesinin Avropa dövlətlərindən asılı vəziyyətə düşməsi səhvdir. ABŞ ərazisinin hərbi yolla parçalanması, ABŞ heç vaxt hərbi yolla parçalanmamışdır, səhvdir. ABŞ-də mütləq monarxiyanın bərqərar olması, xeyr, belə bir şey ABŞ tarixində olmamışdır. Avropa dövlətlərinin ABŞ ərazisində müstəmləkələri yaratması elə bir şey olmamışdır. Ona görə qalır A variantı. 19-cu əsrdə Böyük Britaniyanın Dünya əməlatxanası adlandırılmasının səbəbi siyasi sabitlik səbəbilə səhvdir. Sənaye istehsalında lider olduğu üçün, bəli, həmən dövrdə İngiltərə o qədər sənaye cəhətdən inkişaf etmişdi ki, artıq dünya əməlatxanası sayılırdı hər kəs üçün. B qalır. Geniş müstəmləkələrə malik olduğu üçün, xeyr, bunun sənayeyə bir dəxli yoxdur. Bu sadəcə torpaq cəhətdəndir. Zəngin monarxiya səbəbilə, İngiltərənin zəngin monarxiyası ilə əməlatxananın bir əlaqəsi yoxdur, bu səhvdir. Təhsilin inkişaf göstəricilərinə görə, təhsilin inkişaf göstəricilərinin də buna bir aidiyyəti yoxdur. Qalır B variantı. Xronoloji ardıcılığı müəyyən edin. Yakobin diktaturasının qurulması 1792-ci il. ABŞ-də İstiqlal bəyannaməsinin qəbul edilməsi 4 iyul 1776.
İngiltərədə Respublika İdarəçiliyinin qurulması 1649. Pyotrun Xəzəryanı vilayətlərə yürüşünün başlanması 1722. Deməli, cavabımız belə çıxır ki, 3, 4, 2, 1-dir. Qalır E variantı. Əziz izləyicilər, artıq beləliklə Respublika Fənn Olimpiadalarının şəhər mərhələsinin 10-cu sinif suallarını müzakirə etdik. Səhv cavablarla düz cavabları ayırd elədik. Növbəti videolarda görüşənədək sağ olun.